İctimai Radio təqdim edir. Nərmin Aşurzadə və Yusif Qasımovla bu həftə iş dünyasında baş verən əsas hadisələrin icmalı başlayır. Yağışlı bir gündə hər birinizi salamlayırıq. Yusif müəllim, salam, necəsiz? Salam bizi dinləyicilər, bizi dinləyənlər. Üzürük də, neynirik? Üzməkdəyik yavaş-yavaş, amma gözləyirdik açığı. Bu havanı gözləyirdik, çoxdandan dedik ki, bu nə vaxt gələcək? Bu qış, payız. Payızı görə bilmədik də. Sən payızı hiss elədin ümumiyyətlə? Yox, pencəkdən birbaşa keçdik. Valla, yəni o deyirlər belə hamar mövsüm olur, yaydan sonra, barxıtlı sezon deyirlər ona. O oldu, çox uzun çəkdi əslində. Biz istədik biraz yaxsın da. Mən sevirəm açığı yağışı. Sən bəs? Mən də yaxşı. Amma bu qədər bugün biraz çox oldu elə bil. Çox oldu. İnfrastruktur nöqteyi nəzərdən ümumiyyətlə baxırsan, ürəyin açılmır təbii ki. Amma ümumən yəni yağış yağanda mən sevirəm onu. Düzdür, amma bugün dediyim kimi hardasa bir 50 dəqiqə yolda qaldım. Madam ki, axşam vaxtıdır, 5-ci gün axşam özünü təsəvvür edirsən də. Yaxşı özünü çatdırdın. Hə, valla. Yusuf, bizə nə eşitmişəm? Yağışlı havalarda məsələn insanlar daha əl açıq olur. Məsələn, restoranlara, kofe shoplara daha çox indi hava belədir. İnsanlar belə kofe filan, belə romantik əhval-ruhiyyədə olurlar və gedəndə də ora daha çox bəxşiş qoymağa meylli olurlar ofisiant üçün. Ola bilər, çünki iştahları çox olur və kimisə görəndə deyir tez gətir, mən acam, ona görə nə istəyirsən verəcəm sənə. Gəl. Məndə amma belə hava təbii ki, mən banal olacam bəlkə də, amma xəngəl havası ilə bağlıdır. Çoxu bizdə belə düşünür. Hə, mən də çox sevirəm bu yeməyi deyə, mən artıq qaşınmağa başlayıram yavaş-yavaş. Bugün xəngəl olacaq. Bilmirəm, amma istərdim olsun. Amma bugün satan reklam olacaq. Bu haqda danışacağıq. Bilmirəm, xəngəl qədər dadlıdır sənin üçün ya yox, amma satan reklam anlayışı ümumiyyətlə nədir? Hansı reklam məhsulu satır? Bununla bağlı həm söhbətim həftənin birinci günü Rəsul Zaidov olmuşdu. Rəsul kreativ direktordur və təklif edirəm ki, onun ilk səsini eşidək, sonra müzakirəmizi davam edək. Eşidək. Reklam sənət deyil, biznes yönümlü kreativdir. Yəni biznesi birinci nömrədə biz nəzərə almalıyıq. Doğrudan çox yaxşı bir məqama toxundunuz. Çünki bəzən sənət üçündür. Başa düşməsələr də mən yaxşı nəsə yaratdım, belə bir anlayış olur. Amma yəni hətta müştəridən narazı qalırlar ki, görəsən niyə bunu qəbul eləmədi, başa düşmədi, söhbət nədən gedir, amma Əslində yəni biz brieflə işləyirik. Həmin markanın bugünkü bazardakı yeri var, müştərilərdən geri dönüşləri nə formadadır, hər şeyi nəzərə alaraq biz nə isə etməyə çalışırıq kreativ. Yəni kreativ əslində çərçivəli olan bir şeydir. Çərçivələr içində kreativ eləmək daha çətindir. Bir də bizdə kreativ adam deyəndə sanki yaxşı zarafat eləyə bilən adamdan söhbət gedir. Yox, yaxşı zarafat eləyə bilən adamın kreativ olma ehtimalı yüksəkdir. Niyə ki görə? Çünki o yaxşı nə edir? Elə marketinqdə tələblərindən biri odur ki, gündəmdə olan mövzulara, hadisələrə reaksiya bildirmək. Sən bunu insanların diqqətini cəlb edəcək şəkildə eləyə bilirsənsə, deməli müşahidə qabiliyyətin var. Yəni ki, bir prosesə reaksiya verirsən və bu reaksiya ilə də insanların diqqətini cəlb edirsənsə və bunu hamının eyni mövzuda danışdığı dövrdə tamam fərqli formada da deyə bilirsənsə, bu artıq birdən çox funksiyanı özündə birləşdirmək deməkdir. Amma o da kifayətdirmi? Yox. Yəni bayaqki o kreativ insanlarda olduğu kimi, yəni ancaq güldürərək yox. O güldürmə məqsəd yönlümüdür, yoxsa markanın isteklərinə, ehtiyaclarına uyğundurmu? Orada da marka kimliyi ortaya girir ki, marka kimliyi, markanın tone of voice-u zarafatçılıqdırmı, yoxsa yox. Korporativ markalar niyə zarafat eləsin? Onun bir dili var, formalaşmış. Öz istehlakçısı ilə kommunikasiya deyilən şey nədir? Ünsiyyətdir. Yəni ünsiyyət. Razıyam. Yəni deyilən o tone of voice deyilən bir şey var. Bu, yəni tərcümədə o deməkdir ki, sən öz müştərinin dilini və davranışını bilirsən. Kiminlə zarafat etmək olar, kiminlə olmaz, kimin üçün zarafat yaxınlıq və güvən deməkdir, kimin üçünsə də bu şidlik deməkdir və səni əksinə distansiya və məsafəyə salmış olur öz müştərindən. Amma mənim üçün həmişə biz marketinqdə işlədiyim dönəmdə satan reklam toxunan reklam idi həmişə. Biz komanda ilə də əyləşəndə müəyyən bir beyin fırtınası eləyəndə, müəyyən bir fikirlər irəli sürəndə biz onu müzakirələrdə deyirdik ki, nə olsa da biz müştərimizə toxunmalıyıq. Və toxunmaq deyəndə nəyi nəzərdə tuturam? Onda hər hansısa bir belə deyək də yadından çıxmış artıq hər hansısa bir keçmişdəki təəssüratları təzədən yaşatmaqmı deyim? Onun davranışını onun üçün yenidən göstərməkmi deyim ki, elə məhz mənəm ki, burada bu reklamda. Bu bağlılığı formalaşdırmaq və toxunmaq yekunda biznes dili ilə, marketinq dili ilə o reklamı satır. Emosiyalara toxunmaq. Razısan sən yoxsa yox? Yox, mən də tamamilə razıyam. Sən özün istehlakçı olaraq reklamı nə vaxt qəbul edirsən və nə vaxt sən reklama okey, satdınız?
deyirsən. Mən təkcə reklam gözü ilə yox, məsələn kino, musiqi, indi məsələn satan əslində kitablar, Bəli. hansılardır bu bizi keçmişə aparan. O dövrlər, məsələn 80-lər, 90-lar, hətta heç görməyənlər belə bir 80-lər üçün darıxırlar ki, ayda onda hər şey necə ideal, necə yaxşı idi. O vaxt insanlar mehriban idi, duygusal sanki olurlar. Bilmirəm, qadınlara məsələn belə təsir edir. Kişilərə də bilmirəm eyni qədər emosiyalara toxunurmu ya yox. Təbii ki, yəni hər bir insanın emosiyal olduğuna görə kişilərə də toxunur. Amma bizə niyə deyirəm? Çünki qadınlara daha çox emosiya ilə satılır. Aydın, o heç razıyam. Əmsal mövzusu var da, hə. Amma məsələn digər şey soruşacağam. Tutalım kitabları oxuyanda ən çox səni cəlb eləyən nədir orada? Kitabda? Hə, məsələn kitabı oxudun və ya kitabın hər hansı bir təqdimatı, quruluşu, görünüşü, o haqqda qısa mündəricat səni vadar edir ki, yox mən bu kitabı mütləq almalıyam. Mən məsələn, elə kitab seçərkən nəyə diqqət edirəm? Məsələn, meyarlar nədir məsələn səndə? İlk yaz cümlələrinə baxıram və sona baxıram adətən ki, təxminən özüm üçün anlayıram da. Məndə söz qəşəng ifadə olunmalıdır. Birincisi budur. Yəni yaz müəllif, yazıçı nə qədər qəşəng danışa bilir, fikrini nə qədər məsələn fərqli ifadə edə bilir, cəlb edə bilir. Adi cümləni belə fərqli deyə bilər. Məndə bu xoşuma gəlir. Bir də mən son vaxtlar fikir vermişəm, mənim üçün mentor ola bilən kitablar xoşuma gəlir. Məsələn, son oxuduqlarım elə bununla bağlıdır ki, oxuya-oxuya da nəsə özümə qeyd edirəm. Yəni mən sanki ikinci bir məndən daha ağıllı bir adamla söhbət edirəm. Məsələn, mənə bu xoşuma gəlir. İndi bir müddət əvvəl detektiv xoşuma gəlirdi. Ondan biraz əvvəl, ondan sonra xoşuma gəldi daha ağır Sartre, Camus filan onların ağır kitablarda belə. Milenaya məktublar, romantika və s. Məsələn, bir müddət belə idi. Və keçdikcə biraz dəyişir. İndi amma mənə mentor ola bilən kitab maraqlıdır. Yəni mentor ola bilən kitab nə deməkdir aça bilərsən? Yəni o kitabı nə vaxt biz saya bilərik ki, o mentor kitabıdır? Deyirəm də, oxuyuram və mən öyrədir səni nəyəsə. Hə. Elə bil ki, ağıllı bir adamdan kitabın dili elədir ki, söhbət eləyir. Məsələn, mənim duyğularımı əvvəlcəndir ki, sən də bu cümləni oxuyursan və düşünürsən ki, belədir. Amma elə deyil, belədir. Və sanki məndən söhbət eləyir. Bu xoşuma gəlir və özüm üçün oradan nələrsə qeyd edə bilirəmsə, bir praktika nəsə özüm üçün öyrənirəmsə ki, hardasa necə istifadə edə bilərəm, o xoşuma gəlir. Maraqlıdır. Məndə məsəl üçün seçimdə əsas o hissədir ki, praktiki istiqamətlər olsun və mən oradan nəsə yeni bir şey öyrənim. Xüsusən də uğursuzluqlara mən çox fokuslanıram. Çünki uğur kitabları o qədər də məni cəlb eləmir. Yəni çox populist, çox abstrakt, elin və alınacaq tipli ismarıcılar və frazalar ki mənə görə, yəni sadəcə belə deyək də, müəyyən bir motivasiya ola bilər, düzdür, impuls yarada bilər, amma nə dərəcədə uzun müddətli impulsdur, o deyil. Amma məsəl üçün kitabda konkret olaraq atılan addımlar, həmin addımlar çərçivəsində olan uğursuzluqlar, hansılar ki, o dərsləri onlara öyrədiblər də, yəni məsələn də. Və orada insan deyir ki, mən bunu etmişəm, çox səhv etmişəm, amma oradan qazanmışam və öyrənmişəm və s. Bu tipli, belə deyim, gedişatlar məni cəlb eləyir və mən onları oxumaq. Məndə də elə bil ki, sən dediyin o mentorship effekti orada yaranır. Mən orada öyrənirəm məsələn. Amma kitablar haqqında biraz daha ətraflı danışacağıq. O öz evində. Eyni ilə də kino və seriallar sən vurğuladığın kimi, nəyə görə məsəl üçün Netflixin yanaşması indi bizi cəlb eləyir, məni şəxsən. Məsəl üçün mən uzun müddətli türk seriallarına baxa bilmirəm, çünki bir seriyanın 2 saat olması təbii ki, serialdan asılıdır. Elələri var ki, baxıram, amma əksəriyyəti baxa bilmirəm. Amma Netflixdə mən görürəm ki, 8 seriyadan ibarət mövsüm, hərəsi 45 dəqiqə. Allah. Və yekunda da müəyyən bir sənə hər dəfə də sənə müəyyən bir yer salır ki, okey, səncə burada nə ilə bitirmək istəyirdik və davamı necə olacaq? Səncə bu yanaşma reklam üçün də keçərlidir? Məsələn, indiki insanın axı hövsələsi çox çatmır, uzun-uzun nəyisə baxsın, oxusun və s. Məsələn, ola bilərmi ki, reklam çarxları da, mətnlər daha qısa olmalıdır ki, adamın hövsələsi çatsın və təsir etsin? Əslində elədir də, sən müşahidə etmirsən onu. Çox qısalıb. Yəni hər hansısa bir çarxlar mı deyim, teaser yanaşması çox populyarlaşıb. Əvvəl də var idi, məsələn, teaser yeni bir şey deyil. Amma daha hal-hazırda teaserin o gün hansı cizgi filmi idi? Zootopia 2 cizgi filmi. Bir teaserin çərçivəsində artıq satışları o qədər yüksək idi, milyonlar qazanmışdı. Rekordu artıq prokata çıxandan sonra vurub. Yəni ki, insanlar gəlib baxmaq. Amma teaser buraxması belə və ya Michael Jackson haqqında bioqrafiya filmi haqqında ki 26-cı ilin aprelində kino çıxacaq, teaser çıxıb cəmaət artıq əl-ayaq düşüb ki, biz pre-sale eləmək istəyirik, bron eləmək istəyirik, onu eləmək istəyirik və s. Artıq onda belə mənim bir marketinq işi öz belə deyək də tərəfini göstərmiş oldu. Yəni
Bəs sənə görə də kreativ deyəndə daha çox ağla zarafat edən Yox. insan gəlməlidir. Yox, o hardan çıxdı ümumiyyətlə? Çünki Sən mən elə müşahidələrin başa onu düşürəm də, deyir. Bizdə bax reklamlar necə olur? Söz oyunları da sözlə oynamaq və zarafat eləmək. Kreativ deyəndə daha çox ağlıma nə gəlir? Mən orada hətta Rəsuldan da soruşdum ki, məsələn kreativ sözündən biz zarafat etməyə çıxartsaq da, orada başqa nə qalır? Yəni kreativi necə başa düşək? O dedi ki, iti zəka kimi başa düşə bilərsiniz. Təbii ki. Mənim üçün ilk növbədə odur. Yəni ümumiyyətlə mən sənə belə deyim, mənim üçün kreativ və zarafat yəni bir yerdə eyni bir şey deyil. Heç vaxt mən onları bir araya qoymamışam. Çünki kreativ etmək mənim onun bir hissəsidir. Qəbul edək ki, çox cılız formada ola bilər hardasa, bəli, okey. Amma mənim üçün ilk növbədə bu kreativ işdir deyəndə mənim üçün bu belə deyim də trivial bir şey deyil. Gündəlik gördüyümüz bir şey deyil. Fərqlənən və digərindən fərqli formada və maraqlı formada edilən. Mütləqmi ki, orada zarafat olmalıdır? Xeyr. Zarafat ola bilərmi? Ola bilər. Bərabərdirmi kreativ zarafatlılığı? Xeyr. Xeyr. Amma sənin dediyin daha çox məncə müşahidəndir. Necə ki, sən deyirsən ki, mən kənardan belə görürəm. Bizim yanaşmamız belədir. Necə ki, marketinqi belə də şəkil çəkməyə bənzədirlər. Necə? Ümumi istiqaməti və sferanı, sahəni. Eynilə də burada bu təəssürat mövzusudur çox güman ki. Razıyam. İkinci gün isə biz kiçik bizneslərin idarə edilməsi haqqında danışırdıq. Adətən böyük bizneslərdən bu necə fərqlənir, hansı müsbət və mənfi tərəfləri var. Bəzən bizə elə gələ bilər ki, kiçik biznesdə daha rahat ola bilər, amma həm söhbətim Anar Məmmədov, o uzun müddət korporativdə çalışıb, 20 ilə yaxın həmişə rəhbər vəzifələrdə olub öz şəxsi kres. Deyir, heç bilmirdim ki, maşınıma benzin yüklənirdi. Mən benzinin qiyməti nə qədərdir, xəbərim yox idi. Yəni o qədər hər şeydən məlumatsız idim. Amma indi sahibkarlıqla məşğul olmağa başlayanda başa düşdüm ki, hər şey bir qədər fərqliymiş. Onun ilk səsini eşitdik və daha sonra davam edəcəyik. Okay. Müdir mən olsam da rəsmiyyətdə. Amma yoldaşım həm təsisçidir, həm də ki işin aparılmasında böyük rol oynayır. Əsas rol onundur. Hə də. Neçə vaxt artıq biznesi qurmusunuz və peşman deyilsiniz ki, hələ iki həyat yoldaşı belə yaxşı gedir yoxsa? Yox, deyiləm. Bunun təbii ki müsbət mənfi cəhətləri var. Amma biz bir-birimizlə artıq mən 22 ildir ailəliyəm və çox yaxşı tanıdığım birisi ilə bu işə başlamışam belə deyək və əslində də ki mənim uzun illər məşğul olduğum sahə, yəni biznes təlimi və sair sahəsi, sadəcə olaraq bunu rəsmiyyətə keçirdim və brendləşdirməyə başladım və o uzun illərin tanışlığı bizim işimizə faydası o düzdür. Biznesdə belə bir yazılmamış qayda var, deyirlər ki, dostunla ortaq olma, biznes qurma. Ortaq olduqdan sonra dost ola bilərsən həmin adamla. Amma maşallah deyək də hələ həyat yoldaşına aid deyil də, onunla biznes qurmaq olar. Yəni bəli, həyat yoldaşı hər zaman dost olmurdu ona görə. İndi bu bilmə başa düşməm, yaxşı idi, ya pis sözdür. Hə, yaxşı sözdür. Mən sözü deyəcəydim, axırıncı cümlə ilə tam mənim fikrimi dağıtdı. Əslində mən deyəcəydim ki, yəni elə həyat yoldaşı sənin ən yaxın dostundur və həmin o ideya bu mövzuda qırılır ki, yəni ümumən baxanda, yəni ortaq və dost məsələsində belə bir ideya var. Bəli, bir çox sahibkarlar deyirlər ki, ortaqlığın nəticəsində yaranan dostluq daha güvənlidir, daha uzun müddətlidir, nəinki əksinə. Amma mən də razıyam ki, yəni ən yaxın dostun həyat yoldaşındır və adətən mən belə tandemlərdə görürəm ki, həqiqətən əməliyyat tərəfini xanımlar çox gözəl aparır. Operation tərəf deyilir də ona. Nəyisə qurmaq, nəyisə təşkil etmək, nəyisə gedişatı sazlamaq, strukturlaşdırmaq və s. Yəni adətən, yəni kişilər qaçırlar müştərinin dalıcan, cəlb olandan sonra artıq əməliyyat tərəflərində digər ovlamağa gedirlər. Yəni, onlar da pişirirlər. Həmin onu deyəcəydim. Nə gözəl ki, sən bu nümunəni gətirdin. Həqiqətən ora gəlir, toxunur. Və kiçik bizneslər həqiqətən o demək deyil ki, çox rahatlıqla sən onu idarə edə biləcəksən. Onun kiçik və böyük həcminə görə deyə bilərsən. Xüsusən də ailə üzvləri ilə, olmasın həyat yoldaşı olsun, nə bilim, oğlu, qardaşı, bacısı, ailə üzvlərinin biznes qurması mənə görə bu ümumiyyətlə ayrı bir istiqamətdir. Yəni orada həm münasibətlər korlanmamalıdır. Həm də ki iş getməlidir. Bəzən sən məsələn atavı, anavı qoymusansa orada kassier ya da ki müdür onlara sözünü keçirtməyə bilərsən. O deyəcək ki, sən bilmirsən, bir dəqiqə dayan, mən özüm idarə edəcəm və s. Yəni ona görə belə məsələlərin olmaması. Dünyada əslində belə təcrübədə, hətta desən Almaniyada ən çox, səhv etmirəmsə, məsələn ailə biznesləri həddən artıq çoxdur və onlar çox da yaxşı inkişaf eləyirlər. Amma bizdə məncə o qədər çox deyil, yox? Deyə bilmərəm, çoxdur və azı deyə bilmərəm. Hə, amma olsa da belə ailə biznesi çox güman ki, valideynlərdən övlada keçən bir mövzudur və orada valideyn uşaq mövzusu da illərin bu mövzusu həmişə aktualdır ki, nə vaxt o səlahiyyəti ötürmək,
nə vaxt o qərar vermədə azadlıq vermək və s. və axı təcrübəliysən və digər mövzular və s. Ora toxunmaq istəmirəm. Amma həqiqətən uzun müddətdir məsəl üçün korporativdə işləyən adam müəyyən müddətdən sonra kiçik biznesini qurursa, təbii ki, bir çağırışla rastlaşır. Necə ki, indi hal-hazırda özüm haqqında da deyə bilərəm ki, 13 ildən sonra hal-hazırda biznes deyə bilərik də, ona təlimçilik və digər məsələlər. Bir növ brend olaraq özümü bir biznes kimi sayıram və hal-hazırda müəyyən bir çağırışlar var. Gözlədiyim kimi, bəli, tanışlıqlar var, əhatə var. Amma istədiyin dəqiqədə bu reallaşmır. Hər halda. Və biraz səbr lazımdır, zaman lazımdır. Biraz orada belə deyək də axıra kimi getmək lazımdır və s. Və burada həqiqətən məsələ ondan ibarətdir ki, kiçik və ya böyük olsan da belə sənin nişan harandır, sən nə etmək istəyirsən və ən vacibi sənin dəyər təklifin nədən ibarətdir? Sən digərlərindən özünü necə fərqləndirirsən? Kreativlik dilində deyə bilərik ki, yəni sən digərlərdən daha kreativsənmi və fərqlənirsənmi? Ya hər biznes kreativ olmalıdır. Yəni fərqlilik nöqteyi-nəzərdən bir kreativ deyə bilərik. Amma olmalıdır. Amma olmalıdır mütləq. Çünki yəni fərqli deyilsənsə, sadəcə kiminsə belə deyək də modelinə uyğun öz bir biznes qurmusan eyni formada, demək ki, ya sən rəqabətə hazır olmalısan. Hansı ki, illərlə qurulmuş bir sistemlər təbii ki, ilkin dövrdə səni keçəcək və sənin balacalığın orada yalnız çevikliyində və onların etmədiklərində özünü bir uza verə biləcək ki, sən daha tez, daha çevik müştəri yönümlülüyü göstərərək bazara çıxa bilərsən. Edirsənsə, əla. Sən heç dostunla biznes qurmusan? Yox, Ümumiyyətlə nəsə belə bir fəaliyyət. Mən bu vaxta qədər heç biznes qurmamışam axı. Nəsə bir başqa bir layihə ola bilər. Böyük biznesdə falan da belə balaca bir iş falanlar. Həmlələr olub, uğursuzlar da olub. Münasibətlər korlanmır? Yox, münasibətlər korlanmır. Əgər burada iki yetkin arasında bir söhbəti varsa, əgər valideyn uşaq formatına keçmiriksə, amma iki yetkin insanın arasında məncə problem yaşanmamalıdır idealda. Amma mən bilirəm ki, sənin bir belə deyək də sahibkar təcrübən olub. Sən o haqqda nə deyə bilərsən? Orada problemlər əsasən nədə idi? Biz dost deyildik. İşi birlikdə. Mən sadəcə onu tanıdım insanla və başa düşdüm ki, onun çox yaxşı potensialı var və bir də çox istədim. Mən istədim ki, bizim ortaq nəsə bir işimiz olsun. Və ona görə təklif elədim ki, Rinara gəl birlikdə bir dənə biznes quraq. Bunu eləyək. Sən məsələn daha çox orada dərslər keçəcəksən, dizayn tərəfini edəcəksən. Mən isə bunu eləyəcəm. Və o da dedi ki, yaxşı eləyək. Və birlikdə başladıq eləməyə. Bizdə də oradan da yaxşı alındı. Biz daha sonra dost olduq və yəni bizim əslində birinci biznes başladı, sonra dostluq. O həmin o dediyim və prinsipdən. Biznes sonra bir müddət mən artıq oradan uzaqlaşdım, bir müddət sonra rəfiqəm hələ davam edir. Amma münasibətimiz məsələn yaxşı olaraq da qalır. Gözəl. Yəni mənim üçün də bu keçərlidir ki, birinci insanla işləmək lazımdır və daha sonra başa düşürsən ki, hə, dostluq alınır. Amma dostla təcrübəm yoxdur və həyat yoldaşı ilə birlikdə işləməyin təcrübəm yoxdur. Və yəqin ki, olmayacaq. Karyeramın 14-cü, 15-ci ilində dedim ki, okey, mənim özümün nəyimsə olmalıdır. Yəni mən bu artıq daxildən gəldi də bu. Özüm bir şey yaratmalıyam, qurmalıyam. Tamam, kiminsə bağında, böyük bir bağında, bağçasında bağbanlıq edirəm, amma öz ağaclarımı əkməyə başlaya bilərəm. Bir-iki sınaqlarım olmuşdu, bir-iki səylərimiz olmuşdu, uğurlu və uğursuz və s. amma daha sonra gördüm ki, kənardan bu mümkün deyil. Çünki zaten başlayacağım biznes kiçik biznes olduğuna görə dediyim o sahibkar özüm olmalıyam və özüm başlayanda tək başlamalıyam. Yəni, kənardan necə ikinci iş kimi idarə etmək olmur? Bəli. Yəni demək olar ki, mümkün deyil. Bəli. Demək olar ki, mümkün deyil. Çox istisnalar var, amma istisnalar qaydanı pozmur. İnsanlar var ki, hətta dövlət işində belə çalışaraq investisiya edir və hər hansı bir kiçik biznes açır. O biznesin başına indi bizdə Azərbaycan üsul idarəsi belə deyək də, qardaş, əmioğlu, dayıoğlu, amma burada uğursuzluq riski %80, %90-dır. Çünki niyə? Çox vaxt özün biznesin başında deyilsənsə iş getməyəcək. Nərmin Aşurzadə və Yusif Qasımov iş dünyasının həftəlik icmalını təqdim edir. Bax, bəzən pul ayrılırlar. Məsələn, fikirləşir ki, mən burada qalım, bu şirkətdə yaxşı vəzifədəyəm, müəyyən qədər hər ay bu qədər də pul alıram və bu puldan müəyyən qədər ayırım ki, dostum öz biznesini və ya həyat yoldaşım, kimsə də ortaq bu biznesi qursun. Anar müəllim deyir ki, bu yaxşı fikir deyil, bu 80-90% alınmayacaq. Eşitdiyin şeyi bir də təkrarladım. Ya əslində mən heç nə burada əlavə edə bilmərəm, çünki həqiqətən vəziyyət elədir ki, həqiqətən 80-90% çətindir ümumiyyətlə biznesi aparmaq. Yəni nəyə görə mən deyirəm, əhatəmdə olan, çevrəmdə olan insanlar hansılar ki, ona cəhd eləyib, yekunda yəni onların rastlaşdığı, gördüyü bu çətinliklər, mən onları sezmişəm və görmüşəm deyə. Ona görə həqiqətən bir tərəfdən ümumi ekosistem çətinliyi var orada. Bu bir məqam.
Hə, ikinci məqam da ondan ibarətdir ki, həqiqətən sən özün qədər, yəni heç kim yandırmayacaq özünü eyni həmin o biznesə. Ona görə biznes açırsansa özün orada olmalısan. Amma orada olmalısan o demək deyil ki, gündəlik əməliyyatxanada olmalısan və s. amma qərar vermədə, yolun aparılmasında, biznesin istiqamətləndirilməsində hökmən olmalısan. Yəni o bir şərtdir. Bu həftənin 3-cü günü isə həmsöhbətin psixoloqudur. Onunla birlikdə biz şirkətlərin psixoloji analizindən danışırdıq. Ramidə Oktay qızı studiyamızdaydı. Ramidə xanım. Bəli, hamımızın sevimlisi. Bəli. Ramidə xanımın bir layihəsi var. Layihə adı belədir ki, şirkətlərin psixoloji analizi. Onlar gedirlər şirkətlərə, komanda olaraq. Şirkətlər özləri onları dəvət edir. Və baxırlar ki, məsələn, burada analiz edirlər də, harda problemlər var, insan yönümlü, məsələn, rəhbərin özünün hansı boşluğu, psixoloq kimi nə araşdıra bilərsə, nələrə müdaxilə edə bilərsə, onları araşdırıb elə müdaxilə edirlər. Məsələn, o vurğuladı ki, bir çox hallarda, bəlkə birinci səsi eşidək, sonra davamlı danışaq. Gəl bir eşidək, çünki mənə maraqlıdır konsepsiya nəyin üzərində qurulub yekunda. Siz qeyd elədiniz ki, bəzən işçiləri hətta təklif edirik ki, çıxardasınız işdən. Necə olanda onu başa düşürsüz? Bu iki şirkətdə baş verib. Deməli, işçilər ümumiyyətlə işə alınanlar özləri hansı işə niyə getdiklərinin fərqində olmalıdırlar. İndi daha çox gənclər bunun fərqindədirlər. Amma bir müddət xatırlayırsınızsa, insanlar daha çox işim olsun anlayışına yanaşırlar və gedirdilər ki, özlərinin görə biləcəyi iş deyil, başqa bir işdir və aldanırlar orada. Çünki burada həm təcrübə yoxdur, həm savad yoxdur, bilik yoxdur, nəysə də bu alınmır. Danışmağı sevməyən adamı satış təmsilçisi falan. Bəli. Ondan əlavə çox təəssüf ki, bu cür işçilər gedir orada rəhbərliklə digər işə alınanlar arasında ciddi bir konfliktlərin yaranmasına səbəb olurlar. Axı özləri işi bacarmırlar. Bu işi bacarmayanda məhsuldarlıq aşağı düşür və öz türklər demiş o görevlərini də yerinə yetirə bilmirlər. Və yerinə yetirə bilməyəndə bu kənardan istər-istəməz mən onlar üçün kənar mütəxəssisəm də. Hətta mən dəqiq bilirəm ki, bax o işdə biz onu sübut elədik ki, sən bu işdə tam yararsızsan, özün də xoşbəxt deyilsən. Çünki bir əməkdaş işə qaşdı qabaqlı gəlirsə, səhər olanda artıq motivasiyasız olursa, nə iş görəcəm onu bilmirsə, onun arxasına gedə bilmirsə də o gün ərzində deməli heç nə edə bilməz. Və üstəgəl də verilən tapşırıqları da doğru şəkildə yerinə yetirə bilmir. Və burada biz ortaya nəyə çıxartdıq ki, bu insan bipolar pozuntulu insandır. Yəni 10 dəqiqənin içərisində 3-4 dənə fikrə gəlir. Tutaq ki, deyə bilir ki, rahatlıqla, həqiqətən bu belədir ki, Nərmin bayaqları belə dedi. O söhbətin üstü açılanda deyir, yox mən elə düşündüm ki, Nərmin belə deyəcəkdi. Mən hesab edirəm ki, tutaq ki də Ramidə bu cür yanaşacaqdı məsələyə. Öz hisslərini fakt kimi qəbul edir. Və məsələ də ondadır. Birinci bunu net olaraq deyir, iddia olaraq deyir. Sonradan onun üzərinə düşüləndə artıq bu araşdırma olanda deyir ki, mən elə düşündüm ki, buna Ramidə bu cür yanaşacaq. Toksik işçi deyə bilərik də buna. Bilmirəm. Məncə deyə bilər. Niyə çətinlik çəkirsən ay Yusuf? Bilirsən nəyə görə? Çünki toksik işçi o insandır ki, mənə görə, hansı ki düşünülmüş və əvvəlcədən proqnozlaşdırılmış formada bu həmləni edir. Burada mən eşitdiyim odur ki, insan bunu kontroldə saxlamır, yəni nəzarət edə bilmir. Gah belə deyir, gah belə deyir. Hər toksik başa düşür ki, toksikdir. Mən gördüyüm toksik insanlar onu hədəf yönümlü eləyir. Yəni bildiyinə görə eləyir. Hə, qəsdən. Qəsdən eləyir. Təbii ki, elə toksiklik oradan irəli gəlir ki, onun amacı odur. Başa düşürsən? Gəlsin, qatışdırsın aləmi, məsələ fikirlərini o qədər səlis formada çatdırmasın və s. Amma burada mən həqiqətən bipolarlıq hətta dedi Ramidə xanım. Yəni mənə öz sual idi ki, yəni nə edirlər? Demək ki, gedirlər şirkətə, ayrı-ayrılıqda insanlarla təkbətək görüşürlər. Çox güman ki, rəhbər heyəti ilə, sonra çox güman ki, ilk növbədə rəhbər heyəti ilə görüşərlər və onun əsasında portret çizib action plan müdaxilə edirlər, bir plan tərtib eləyirlər. Hətta kimisə işdən çıxardırlar. Və sonra bu planla hara gedir? Mən belə başa düşdüm ki, ya şirkətin təsisçisinə gedirlər, onu göstərirlər və ya icraçı direktoruna göstərirlər ki, deyir ki, nəticələrə sonda təsir edir də. Məsələn, effektivlik artır. Deyir, bir dənə kişi var idi. Bu əvvəl çox məhsuldar olub, indi 1 ilə yaxındır ki, o qədər də effektiv deyildi çalışması və rəhbər hətta düşündü ki, bunu çıxardacağam da, artıq bu yaxşı işləyə bilmir, nəticə yoxdur. Deyir, biz onunla danışdıq və məlum oldu ki, təzə ailə qurub, uşağı olub, özünü çatdıra bilmir evə, uşağa. Deyir, uşağımla vaxt keçirə bilmirəm, səhərdən axşama qədər işdəyəm, gərgin oluram və s. Deyir, mən məsələn, bütün bunları biləndən sonra, rəhbər də biləndən sonra onlar bir-birlərindən xəbərsiz idilər. Biz ona deyir, elədik, hibrid iş şəraitinə keçdi. Məsələn, həftə 2 dəfə gəlirdi, belə onlayn işləyirdi. Nəticələr də sonra yaxşı olmağa başladı. Bəzən də belə kiçik bir xırda, məsələn, biri asma xəstəsidir, ona pəncərə tərəfdə oturmaq istəyir, orada yer vermirlər.
Məsələn, səncə bunu danışırıq, məlum olur ki, adama pəncərəli bir yerdə stolun qoysalar daha yaxşı olacaq da. Yəni kiçik müdaxilələrlə vəziyyəti xilas etmək olur. Yox, bu qapalı mühitin əlamətləridir ki, orada kommunikasiya zəifdir, əlçatanlıq zəifdir, rəhbər həmin o əməkdaşlarla həftəlik görüşlər həyata keçirtmir. İndi bu artıq bir, necə deyim, gigiyenaya çevrilib artıq ki, Həftəlik görüş. sən rəhbər olaraq həftəlik olsun, 2 həftədən bir olsun, amma nəbz yoxlanışı görüşləri mütləq formada həyata keçirilməlidir. Necə yəni sən rəhbər olaraq bilmirsən ki, onun uşağı anadan olub və hal-hazırda o qayğılıdır, fikir ordadır. Yəni bu o deməkdir ki, sən heç də onun belə maraqlanmırsan bir, sənə bu vacib deyil 2, üçüncüsü də ki, o icraçıdır da sadəcə. Sən baxırsan sadəcə onun verdiyi nəticələrə. Bəli. Gəlir, işləyir, ayın sonu həmin o hesabat hazırdırmı, yoxsa hazır deyil və yalnız bu meyar üzərindən sən qiymətləndirməni aparırsan. Bu çox bir təəssüf edici bir haldır və Ramidə xanımın o belə formada, belə deyək də, şirkətlərlə işləməyi təbii ki, yaxşıdır. Psixoloji portret yox, mən də və komandam vaxtı ilə transformasiya həyata keçirəndə də belə mütləq şəkildə həm rəhbərlərlə, həm də komandalardan həmin o təkbətək görüşləri həyata keçirdirdik ki, əhatəli formada 360 dərəcə başa düşək ki, bir, insan öz yolundadırmı və öz pozisiyasındadırmı, rolundadır, xoşbəxtdirmi, dediyi o məsələ ki, səhər gümrah gəlirmi işə, sevinirmi gördüyü işə görə və bilir hara gedir, nəyə görə edir və ikincisi də ki, ümumiyyətlə kommunikasiya nə səviyyədədir? Kommunikasiya varmı? Agahlıq varmı? Asma. Yəni asmalı olan insan deyibmi ətrafa ki, dostlar, məndə asma var, mən orada əyləşmək istəmirəm və ya deyibsə, qarşı tərəf niyə buna laqeyd yanaşır ki, okey, asma var da, mənim xoşuma gəlir orada oturma, mən orada otururam. Bax, kimsə öz problemini deyə bilmirsə, səncə o problem adamdadır, yoxsa mühitdədir? O problemini deyə bilmir. Birinci növbədə mühitdədir. Mühit o azadlığı və rahatlığı aşımalıdır. Ona ötürməlidir. Əgər bu varsa, o özü buna edə bilmirsə, demək ki, bu onun rəhbərinin birbaşa olaraq vəzifəsidir ki, bunu yavaş-yavaş ortaya çıxartmaq ki, bax, biz bütün şəraiti yaratmışıq. Narahat olma. Güvən mənə, güvən sən öz komandava. Əgər hansı bir problemlərin varsa, gəl de. Əgər bu insan bunu etməyə başlayıb və onun qarşılığını müsbət formada görürsə, ona o belə deyək də vərdişə çevriləcək. Amma birinci həmlədən sonra artıq belə maraqlı baxışlar görəcəksə komandadan, rəhbərdən artıq davranış dəyişikliyi görəcəksə, təbii ki, qapanacaqdır. Deyəcək ki, mən bir dəfə söz dedim, gördüm də bunun elə bir ki, yekununu. Peşman oldum. Bax, bu birbaşa olaraq rəhbərin, liderin işidir və onun işi hər dəfə sadəcə belə deyək də, ayın sonunda bu hesabatlı yoxlamaqla bitmir. Bu da həmin o, yenə qayıdırıq kreativlə zarafata, o da bir hissəsidir, təbii ki. O da bir hissəsidir. Amma sənin birbaşa işin rəhbər olaraq və lider olaraq onları yetişdirməkdir, onlara ortam yaratmaqdır ki, əməkdaşlar həmin ortamda özlərini rahat və sərbəst hiss eləsinlər. Çünki sənin onlardan gözlənti nəticədir və onların, belə deyək də, öz səriştəsini ortaya qoymaqdır. Əgər bu mühit formalaşmasa, insan öz potensialını ortaya qoya bilməyəcək. Onda sual yaranır. Sən onu nəyə işə götürmüsən? Bir də sən niyə gedib orada-burada? Yoxsa elə sən verilişdə deyirsən ki, müdirlər işləməməlidir, işləmirlər onlar. Belə sözlər demisən sən? İşləməməlidir deməmişəm. Mən demişəm. İndi qulaq as, başa düşəcəksən nə demirsən. Məsələn, rəhbər düşünə bilər ki, bizə eşidəndən sonra mən bütün bunlarla məşğul olsam, bəs nə vaxt işləyim? Bu işləri kim görəcək? Rəhbər işləmir ki. Rəhbər həqiqətən də oradan sizin Yusif bəy çox bəyənirəm də onun fikirlərini. Orada da deyir, rəhbər işləməli deyil ki. Rəhbərin işi işləmək deyil. Rəhbərin işi ideya verməkdir. Rəhbərin işi münasibət bildirmək, peçat vurmaq, qol çəkməkdir əsasən. Ay Yusif, niyə belə sözlər deyirsən? Peçat vurmaq, qol çəkmək mövzusuna qatılmıram. Amma onun işi işləmək deyil söhbətinə qatılıram hansı formada. Onun elə birbaşa işi insanlarla işləməkdir. Məhz ona görə də rəhbərlər çox məvacib alır. Çünki dünyada statistikaya görə ən çətin və ən vacib peşə hansı peşədir? İnsanlarla işləmək peşəsidir. Çünki 100 nəfərdən maksimum 5-i bunu gözəl bacarırsa bacarır. Qalan 95% ümumiyyətlə özünü o istiqamətdə görmür və deyir ki, mən istəyirəm öz peşəmin, öz istiqamətimin eksperti olum, mənə bu qədər də kifayətdir. Və belə bir sənə sirr də açım. Əslində tədqiqatlar da aparılıb və orada bəlli olub ki, insanların rəhbər olma eşqinin 90%-i oradan irəli gəlir ki, onlar məvacib artımını onunla görürlər.
Və mən onları qınamıram. Çünki bizim belə deyək də, idarə etmə strukturları elə qurulub ki, şaquli formada ki, sən əmək haqqında artım əldə etmək istəyirsənsə, mütləq sənin vəzifən artmalıdır. Hə. Və sən məsəl üçün baş mütəxəssis olaraq gəlmisən, çatmısan bir xəttə və sənin qabağında bir çıxış yolun var ənənəvi şirkətlərdə. Sən gözləməlisən ki, şöbə müdiri işdən çıxsın və ya artıma getsin. O olsun məsəl üçün böyük müəllim, sən də olacaqsan nəhayət ki, şöbə müdiri. Amma sual yaranır. Mütləqmi ki, sən öz istiqamətinin gözəl eksperti olaraq həmin istiqamətin gözəl şöbə müdiri olacaqsan? Xeyr. Yox. Nəinki mütləq deyil, olmursan. Əgər o səndə yoxdursa. Amma insanlar deyir ki, aha, mən baş mütəxəssisəm. Mən şöbə müdiri olmasam, mənə əmək haqqı qaldırmayacaqlar. Mən şöbə müdiri olmasam, müvafiq imtiyazlardan qıraqda qalıram. Aha, bizim şirkətdə yalnız şöbə müdirindən başlayaraq sığorta paketi verilməyə başlayır. Aha, binanın altında parkinq yeri mənə veriləcək. Aha, mənə məsəl üçün əgər və ya belə deyək də sığorta paketi məndə klassik idisə, mən şöbə müdiri olsam Silver Plus alacağam. Bu nə deməkdir? Bu o deməkdir ki, uşaqlarımı və yoldaşımı pulsuz check-up'a göndərə biləcəm. Cəhənnəmə, bacarmıram mən idarə etməni, amma gedim də bunun axı imtiyazları var. Nəticədə də nə olur? O özünü orada kifayət qədər gözəl göstərə bilmir və bir müddətdən sonra onun üzünə vurmaq başlayırlar ki, sən nə gözəl ekspert idin, nə əcəb səndən, nə oldu sənə? Həqiqətən ətrafdan amma nə təzyiq oldu gəlir. sualı ona vermək lazım deyil. Özünə vermək lazımdır, rəhbərə vermək lazımdır o sualı. Talent management komandası vermək lazımdır o sualı və məhz buna görə hal-hazırda inkişaf, belə deyək də, karyera yolları artıq üfüqləşib. Və sən baş mütəxəssis olaraq, aparıcı şirkətlərdən söhbət gedir, baş mütəxəssis olaraq ekspertiza yolunu seçə bilərsən. Və ekspertiza yolu da müəyyən müddətdən sonra sənə o gözləndiyi məvacibı verəcək. Orada da amma insanları idarə etmək lazımdır, yox? Ekspertizada ehtiyac yoxdur. Sadəcə öz işinlə məşğul olursan. Sən olursan. öz istiqamətinin bir mütəxəssis olaraq, ekspert olaraq nömrə 1-sən. Səncə indi o müdir qədər, indi menecer qədər, lider qədər almalıdırmı pul? Almalıdır, niyə də almasın ki? Bax, indi sənə görə pul artımı, ya ümumiyyətlə yaxşı da belə deyək, ən çətin bacarıq, ən hamıda olmayan hansıdır? Nəyə görə daha çox pul vermək olar? Bir adamın hansı bacarığına görə ona daha çox ödəniş olmalıdır? Mən iki yerə bölərdim bunu. Öz sahəsinin olmazsa olmazı olsa ki, biz hamımız istəyirik ki, Nərmin olsun bizim şirkətdə. Nərmindən yaxşı bu işi bacaran yoxdur. Ya budur, ya da insanlarla işləmək bacarırıq. İki variant. Bu insan çox... Yəni seçim arasında qalsan, məsələn, kimsə daha çox məsuliyyət götürə bilir, daha çox insanları idarə edə bilir, məsuliyyət hər iki yerdə var. Yox, insanlar tərəfindən deyirəm. Yox, məncə bir tərəfdə ekspert sadəcə öz məsuliyyətini götürür. Öz işinin məsuliyyətini, yəni özü cavabdehdir və özü bilir nə iş görür. Mən bəzən işi bölüşdürmürəm sırf ona görə ki, özüm eləyəcəm və salam. Yəni başqa məsuliyyət götürmək istəmirəm. Həvəsim yoxdursa o an, sadəcə onu etmək istəmirəm. Başa düşəndə ki, məsuliyyət götürməyə hazıram, işi bölüşdürürəm. Məsələn, indi belə yanaşma ilə əgər getsək, səncə indi kim daha çox pul almalıdır? Sadəcə öz məsuliyyətini daşıyan insan, özünə cavabdeh olan insan, yoxsa başqalarının da gördüyü işə cavabdeh olan insan? Məsuliyyətin miqyasından asılıdır. Sən bayaq vurğuladığın nümunədə biz iki növ məsuliyyət hiss elədik də. Biri var insanların üzərində olan məsuliyyət. Bəli, əgər insanın qərarları, insanın səriştəsi ətrafında olan 1000 nəfərə xitab edirsə, 1000 nəfərin belə deyək də, məsuliyyəti onun üzərindədirsə, bəli, böyük məvacib almalıdır. Amma digər tərəfdən o dediyimiz ekspert var ha. Onun bir qərarı birbaşa biznesin canlı qalmasına səbəb ola bilər və orada o da bayaq vurğuladığım məsuliyyətlə bərabər şəkilli məsuliyyət ola bilər. Odur ki, yəni sabah deyəndə ki, bir dəqiqə bəyəm hər hansı bir ekspert, hansı ki ölkədə məsəl üçün 5 nəfər var, onlardan biri odur. Şirkətin icraçı direktoru qədər əmək haqqı ala bilərmi? Ala bilər. O qədər imtiyaz alacaqmı? Təbii ki, yox. Şəxsi maşını olmayacaq. Digər məsələlər olmayacaq, binada xüsusi yeri olmayacaq, amma adətən bu tipli ekspertləri bu maraqlandırmır. Onların əsas maraqlandıran məqam onların işinin vacibliyini anlamaq və onun qarşılığını verməkdir. Ona görə dediyim kimi, o üfüqləşmə formasında, o karyera yolculuqları ki formalaşdırırlar indi şirkətlər, konsultantlar və s. Onlar deyir ki, okey, sən məcbur deyilsən, sən gedəsən, rəhbər olasan. Sən ol ekspert, ekspertizada böyük,
O ekspertiza sənə müvafiq bizə, sənə, şirkətə, hər birimizə müəyyən bir imtiyazlar versin və onun qarşılığında da biz sənə bazardan qat-qat yüksək mövacib verə bilərik. Səncə indi biz deyə bilərik ki, bu həmin o ekspertlərin, sadəcə öz işində yaxşı mütəxəssis olmaq istəyən insanların, onlar həm də qəbul edirlər ki, insanlara təsir edə bilmirlər. Yox, deməzdim. Sadəcə onlar düşünürlər ki, mən burada o qədər də uğurlu deyiləmsə. Hətta təsir idarə edə bilmirəm. Hə, idarə edə bilmirəm yox, uğurlu deyiləm də, belə deyim. İstəmirəm, yaxşı istəmirəm. Marağım da deyil, bu çağırış mənə maraqlı deyil. Mənim çağırışım məsəl üçün digər səmtə yönəlib. Niyə də yox? Niyə də yox? Bəli, bu normaldır, bu hamı ola bilər. insanlarla işləməyi bacarmalıdır deyə bir deyim yoxdur axı. Amma elə insanlar da var ki, o da başa düşür, idarə edə bilmir insanları, təsir edə bilmir, amma istəyir onu inkişaf etdirsin. Səbəbini açıqladıqda nəyə görə istəyir? Bəli, və belə insanlar üçün yaxşı bir kitab da var. Aha. Pul da var orada, razıyam. Yəni O pulu qazana bilmək üçün də çox yaxşı bir kitab var. Rəşad Bayramov yazıb bu kitabı. İnsanlara təsir etmənin 9 yolu kitabıdır. Bu kitab haqqında biz bu gün saat 1-də Sərxan Rüstəmovla danışdıq və kitabın əsas missiyası ondan ibarətdir ki, insanlarla ünsiyyətdə, inandırmada və onlara təsir etmədə effektiv, xüsusi yollar var. Kimdəsə bu anadan gəlmə ola bilər ki, necəsə belə doğulub, artıq bilir, özü idarə edə bilir. Kimdəsə ola bilər ki, bacarıqlar yoxdur, amma bunu inkişaf etdirmək istəyir. Həmin insanlar üçün bu kitab çox faydalıdır. Sən ümumiyyətlə inanırsan ki, bu bacarıqları kitablardan öyrənmək, nəzəriyyədən öyrənmək olar, yoxsa? Mən ona inanıram ki, həmin kitabda sən özündə olan suallara cavab tapa bilərsən və o sənə sənin bilikləri strukturlaşdıra bilər və müəyyən bir istiqamətə yol aça bilər. Buna inanıram mən. Birbaşa olaraq nəzəriyyədən götürüb, 9 dənə üsul var, mən başlayım 9 dənə üsula. Sən yol üstü kəşf edəcəksən ki, səndə şəxsən 9 yox, 15 dənə üsul var imiş. Necə oldu o? Sadəcə burada əsas üsullar, müəllif nə hesab edirsə ona görə. Ona görə deyirəm ki, bu sənin üçün bir strukturlu bir başlanğıcdır. Sən oradan yola çıxırsan və əvvəldə özünə verilən sualların müəyyən bir cavablarını tapırsan və ondan sonra da artıq əgər sənə bu vacibdirsə, üzərində işləyərək təkmilləşdirirsən. Mən ümumiyyətlə həmişə ən sevdiyim üsul, sən demə Rəşad Bayramoğlu üst-üstə düşürmüş. Məsələn, birinci odur ki, mən əvvəl dinləyirəm, yəni ilk tanış olanda mən daha çox tərəfdarıyam ki, sakit qalım. Baxım insan necədir, nə düşünür, yəni onun xarakterinə uyğun artıq necə düzgün davranmaq lazım, ünsiyyət qurmaq lazımdır, o yolu seçirəm. Sən demə bu yaxşı üsullardan biriymiş. Çünki o da deyir ki, əvvəl dinləmək lazımdır, sonra danışmaq lazımdır. Xüsusən də məsələn təzə iş yerinə qəbul olursan, orada mən düşünürəm ki, ilk gün çox aktiv danışmaq ümumiyyətlə lazım deyil. Çünki anlaya bilmirsən kimin yanında nə danışmaq lazımdır. Konkret. Orada sadəcə qulaq asmaq lazımdır ki, insanları tanımaq şansı daha çox. Çünki bəzən təzə gələn əməkdar istəyir özünü çox göstərsin, belə canfəşanlıq edir, çox aktiv danışır o problemi. Bunu belə eləyərik, onu eləyir. Siz ümumiyyətlə hər şey səhv edirsiniz bu gündən belə-belə. Birinci gündə də qıcıq yaradıb digərlərində və toksik insandır deyəsən bu bir damğası alır üzərinə. Ya da deyil, peşəyin görərik səndə. Bir ay sonra salamlaşarıq, danışarıq. Əvvəl dinlə, sonra danış deyəndə deyir ki, məsələn, birinci şuuru təmizləmək lazımdır. Sən şuuru təmizləməyi nə başa düşürsən? Şuuru təmizləmək? Açığı heç nə başa düşmürəm. Bir ön yarğı ilə gəlmədə, yəqin sıfırdan bulan, mən belə başa düşürəm. Belə deyək də, təmiz kağız formatında, bəli. Keçmiş təcrübədən yola çıxma. Bəli, ola bilər. Əsas bunu tövsiyə edir. Daha sonra isə deyir ki, hiss edib danışmaq lazımdır. Yəni qarşıdakını nəzərə almaq lazımdır. Ümumiyyətlə bizə liderlik təlimi lazımdır. Məsələn, orada xüsusi bir bölmə var. Bizə liderlik təlimi lazım deyil adında. Yəni ola bilər ki, insanlara heç bu lazım deyil. Sizin nəsə haqqında danışmağınız, məlumat verməniz. Burada auditoriya qarşısında çıxışdan deyəsən söhbət gedir. Bunu etmək lazım deyil, amma siz bunu edirsinizsə, auditoriyanı yaxşı tanımaq lazımdır. Yəni burada yenə əvvəl tanışdıq, dinləmək, daha sonra danışmaq. Bir də deyir ki, əmr nəyi fərqli edə bilər? Əmr vermək haqqında da xüsusi bir bölmə var. Mən bu yaxınlarda bununla bağlı bir ifadə eşitdim ki, ümumiyyətlə lider o adamdır ki, o əmr vermir, heç bir əmr verməsin, demir bunu belə et. Amma insanlar onun istədiyini eləyir. Bu çox xoşuma gəldi. Elədir. Və düşündüm ki, həqiqətən də əslində liderlik bundan ibarətdir. Sən öz istədiklərini, öz ideyalarını həyata keçirirsən insanlar vasitəsilə, amma onlar heç nə sənə əmr etməmisən. Onlar sadəcə özləri buna qoşulurlar, bunun bir parçası olmaq istəyirlər. Burada da bu haqda qeyd olunub. Əslində mən özüm də biraz yox, ümumiyyətlə əmrlərə qarşı tolerantlıq məndə 0 dərəcəsindədir. Ona görə həmişə mənim üçün əsas leadership-i yüksək olan insanlar mənim karyeramda o elələri olub ki, mənə azadlıq verib və həmin o məsələləri başqa formada
yeridir. Və onun fikri elə idi. Yavaş-yavaş sonra zamanla mən özüm onun istədiyinə gəlib çıxmışam və həqiqətən liderliyin əsas tərəfləri də burada da yatır. Digər məsələdə də ən çətin mövzuya toxundun əslində burada. Emosiyaları hiss etmək, başa düşməkdə. Yəni bir çox hallarda başa düşmürük. Bir çox hallarda egomuz daha yüksəkdir. Nəinki qarşılığımızda əyləşmiş insanın emosiyaları və biz düşünürük ki, mən zaten ondan daha yaxşı bilirəm. Mənim cavabım hazırdır. O dinləmə mövzusuna da yenə toxunur ki, biz dinləyirikmi, yoxsa qulaq asırıq? Bu da əsas vacibdir məqamlardan biri. Elə deyənlər ki, liderlik təlimi bizə lazım deyil. Niyə? Səbəbini öyrənmək lazımdır ki, liderlik olaraq və ya təlim olaraq nə başa düşürsünüz? Səncə ümumiyyətlə öyrənmək olar liderliyi bir neçə təlimdə? Bir neçə təlimdə yox, amma ömür boyu onun üzərində mütaliə yolunu seçirsənsə öyrənmək olur. Liderlik öyrəniləndir. Öyrəniləsi bir istiqamətdir, bəli, amma qabında da olmalıdır. Elə insanlar yəni bilsən necə mən inanıram buna. Yusif deyirlər şir bürcləri yaxşı lider olur. Yox. Mən onu ezoterikaya bağlamıram. Ezoterikaya bağlamıram qətiyyən. Mən bunu bir HR-dan eşitmişəm. Təsəvvür edirsən. Yox, ciddiyəm mən. Mən görmüşəm ki, elə şirkətlər var, beynəlxalq şirkətlər, hansı ki, natal kartlar üzərindən, ezoterika üzərindən seçimlər eləyirlər. Yekunda, məsəl üçün, talent managementin əməkdaşı soruşur ki, bu arada sizin hansı bürcdənsiniz? Yox, bizim ox atanlarla aramız yaxşı deyil, nə bilim, tutmur. Bax, siz, məsəl üçün, xərçəng olsaydınız, bizim korporativ kulturamıza, mədəniyyətimizə uyğun olardınız. Ciddi deyirəm. Yəni, belə şeylər də var. Mən eşitmişəm, amma mən buna inanmıram. Menecerlər şirlərdən olur. Mən buna inanmıram və... Yoxsa əkizlərə hansı vəzifə həvalə edərdilər? Belə məntiqlə getsək, həmin o bipolar boşluğa gəlib çıxırıq əkizlərlə bağlı. Çünki əkiz ya bunu deyir, sonra deyir ki, yox, əslində o deyil. Mikrofonu söndürün. Qoy mikrofonu söndürün. Yusifin son dəfə səsini eşitdiniz. Amma yox, yəni ciddi söhbət ediriksə, təbii ki, mən düşünmürəm ki, ezoterikanın bura hər hansı bir təsiri var, insandan asılıdır. İnsanlar hansı, belə deyək də, relyefdə hansı ölkədə doğulub, hansı ailədə böyüyüb, ətrafı necə olub, hansı təhsil alıb, onun beyin quruluşu hansıdır, humanitardır, riyazidir, digər məsələlərdir və s. Və bəs nəyə inanıram? Müəyyən bir xarizmaya inanıram təbii ki. Anadan gəlmə bir yanaşma var. İnsanda bu energiya var. Yəni energiya varsa, uzun müddətli mütaliə nəticəsində bu energiyanı səriştəyə çevirmək artıq rahat olur. Sonra deyir ki, anlamaq lazımdır ki, qarşındakı insan sənə niyə qulaq asmır? Mən bəzən forumlarda filan görürəm ki, məsələn, bir var ki, bəlkə də xahiş edirsən sadəcə telefonları gəlin dostlar qırağa qoyaq. İndi maraqlı bir şey haqqında danışacağıq. Bu başqa. Bir də var ki, əmr edir ki, telefonları yığışdırın. Bir dəqiqə. Mən bu yaxınlarda görürəm, bir spiker düşdü səhnədən və yaxınlaşdı auditoriyaya, dedi ki, telefonları yığışdırın. Xahiş edirəm, hamının diqqətdə bura. Güya dominantdır da indi. Belə bir effekt yaratdı. Nə oldu? Effekt oldu? Oldu. Hamı telefonları yığır, qorxularından. Mən bəlkə tələbələri idi deyə hamı qorxusundan telefonu yığışdırdı. Əslində, amma birinci variantda əslində işlək deyil sən deyim. O sən birinci nümunə gətirdin. Heç olmasa həzin formada. Bu bilsən nə deməkdir? Bəlkə bu ola bilərdi. Yəni də bunu başa düşərəm ki, insan cəlb edə bilmir danışığı ilə. Artıq bir əvvəldən deyir ki, mən maraqsızam, qurban qulaq asın. Mənə belə gəlir. Amma əslində bu nədir? Şəxsi sərhədlərə təcavüz deməkdir də əslində belə götürsək. Hətta böyük insanlar. Mən bunu belə latent formada dedim ki, sənin fikrin məndə olsun da, xahiş edirəm, telefonu da yığışdır. Ki, iki yetkin arasında bu ismarı üçün nə dərəcə doğrudur. İndi bu sözü demədən necə etmək olar ki, auditoriya sənə qulaq assın səncə? Özün maraqlı olmalısan. Maraqlı və ya məsəl üçün sualla və ya mövzu ilə cəlb etməlisən ilkin girişdə və hekayə danışmalısan və özün özlüyündə sənin xarici görünüşün, sənin səs görünüşün, vocal image deyilən bir şey var. Sənin səs görünüşün cəlb edici olmalıdır. İnsanlar baxanda başa düşməlidir ki, nə maraqlı personaj daxil oldu. Bu o demək deyil ki, başıma bir dənə buket geyindirib çıxmalısan səhnəyə, o deyil. Amma yəni o olmadı. Hamımızın ağlına bir insan gəldi. Ax sizi manipulatorlar. Yəni o deyil təbii ki, amma istər-istəməz səhnəyə orijinal insan, özünə məxsus və maraqlı insan çıxanda o energiyanı sən hiss eləyirsən. Mən şəxsən hiss edirəm. Bəlkə məndə bu var, sadəcə mən insanların energiyasını hiss edə bilirəm. Amma məncə auditoriyada hiss edirəm. Sən öncədən görmə qabiliyyəti də var, əlinlə belə. Yox, elə yox. Çünki elə elədin, əlinlə. İnsanı görən kimi onun energetikasını hiss edirəm.
Yəni Yaxşı. mənfi energetikadımı, pozitiv müsbət energetikadımı və s. görmüş. O baxımdan O var. onu hamımız eləyirik də, yox? Bilmirəm, hamımız eləyiriksə çox şanslıyıq deməli, amma mən elə bir feedbacklər eşidirik ki, nə maraqlı, biz belə bacarmırıq. Okay. Amma auditoriya hiss edir və auditoriyaya siz nəyi necə eləməlisiniz kəlməsi ilə yox, gəlin birlikdə baxın nə edək. Belə bir ismarjına siz etsək, maraq yarada bilərsən. Bax, tamamilə bu dediklərinlə razıyam və bunları etmək yəqin ki 1-2 kitab falan oxumaqla təbii da ki, olmur da. təbii Xeyli. ki, lifelong Bir də təcrübə learning. lazımdır. Məsələn, burada qeyd olunur ki, sənin o dediyin məsələ səs tonu bu çox əhəmiyyətlidir. İndi bədən dili və s. hər kəs bu haqqda danışır. Bəli. Gəl biz də ideal səs tonundan danışaq. Səncə necə olmalıdır ideal səs tonu? İnsanlar kimi və necə səsə qulaq asır? Ümumiyyətlə bax, yaxşı mövzuya toxunduq. Vokal image mövzusudur. Vokal image 5 hissədən ibarətdir. Sizin ilk növbədə danışığınızın tərzi hansı formaya bölünür? Birincisi sürət. Sənin danışığın nə sürətli, nə də ləng olmalıdır. Okay. Sən məsəl üçün çox belə ləng, belə danışsan və şey eləsən, təbii ki, insanlar scrollingə başlayacaq. Və ya sən çox sürətli danışsan, insanlara qıcıq yaradacaqsan. Belə danışacaqsan, salam əleykum və s. Halbuki bu sürət spikerin həyəcanından irəli gəlir adətən. Tez-tez ona görə. Tez-tez danışanlar Bitsin tək. sadəcə səhnədən tez aradan çıxmaq istəyənlərdirlər. Və onun bir nəfəs texnikası var və s. növbəti buraxışlarda vaxtda danışa bilərik. Görsən artıq Bilərik, dilimdə dolaşdı bilərik, yekinə sonra. Hə, amma əgər sənin nitqin melodiya baxımından fərqlidirsə, monoton deyilsə, əgər sənin nitqin nə sürətli, nə ləngdirsə, nə aşırı vəziyyətdə çox ucadan danışırsan və ya aşırı vəziyyətdə çox aşağıdan danışırsansa, çox sakit belə bir tipli var. Salam, hörmətli auditoriya, biz bu gün sizinlə bədən dili haqqında danışacağıq. Çıltı. Və belə getdi, başa düşürsən. Auditoriyada təbii ki, yatır. Budur və tonallıq və melodiklik. Yəni bizim səsimizin musiqiçilər onu bilir. Belə deyək də, ən aşağı notumuz var, aşağı səslə olan notumuz var və yüksək olan notumuz var. Biz cümlə deyəndə, hər hansı bir fikir bildirəndə gəzməliyik necəsə orada. Yəni bizim cümləmiz monoton olmamalıdır. Ola bilir ki, səs oturuşub normaldır, amma monoton səsdir, diktor səsidir. Salam, biz bugün görüşürük ki, çox vacib bir mövzu haqqında danışaq. Sizcə bu mövzu nəyə bağlıdır? Bəli, bu mövzu getdi də elə bil ki, audio kitab oxuyur. Amma məsəl üçün, salam yoldaşlar, bugün biz sizinlə nədən? Biz bugün sizinlə bu haqqda danışacağıq. Maraqlıdır. Bir sual var. Maraqlıdır, nə sualdır? Və s. sual yaradır, effekt yaradır. Gəlin fərz edək ki, bir hekayədir. Siz hər biriniz öz hekayənizin qəhrəmanısınız. Yola çıxırsınız və bu tipli storytellinglərlə, bu tipli yanaşmalarla insanların istərsiniz marağını oyadırsan. Bu çox maraqlı bir mövzudur. Hə, Mən təklif edirəm gəlin və bu haqqda o biraz ətraflı geniş danışaq. danışılası mövzudur həqiqətən. İndi vaxtımız azdır, çox danışa bilmirik. Gəlin mütləq müzakirə edək. Müzakirə edək. Bu arada bu mövzunun təlimlərini də verirəm. Kimə maraqlı olsa rahat şəkildə mənə müraciət edə Elə bilər. ona görə səndən soruşurdum da. Səncə mənim səsim o dediklərindən hansına aiddir? Bir bu sahə eksperti kimi. Səncə məndə 3 variantdır. Səmimi. Hə. Mən səmimi deyərdim ki, sənin səsin görünür ki, illərlə oturuşmuş artıq bir professional olan səsdir. Amma o biraz melodikliyi sən ona əlavə eləsən, o keçidlərdə. Vəbşə super fit, Gələcəm 100% təlimə. eləyəcəksən. Təlimə gələcəm. So, getdi. Getdik.